Esselamu ala nebina Muhammedin və ala alihi və sahbi ecmain. Əziz qardaşlar, Allah Azze ve Celle'dən uca adlarıyla, gözəl sifətləriylə diləyirəm. Hamımızın tutduğu orucları qəbul eyləsin. Qıldığı namazları, etdiyi duaları qəbul eyləsin. Ramazanın 25-ci gecəsindəyik bugün. Ramazanın son axırıncı 10 gündəyik bugün. Mübarək günlərdir, mübarək gecələrdir, çox bərəkətli, huzurlu gecələrdir. Allah Teala imanla, ixlasla bu gecələri ibadətlərlə ihya edənlərdən etsin cümləmizi. Belə gecələrə, belə məclislərə çox ehtiyacımız var. Həm savab qazanmaq üçün, həm günahlarımızdan təmizlənməyimiz üçün, həm Allaha yaxınlaşmamız üçün, həm imanımızı artırmamız üçün belə məclislərə çox ehtiyacımız var, qardaşlar. Sizlərə 3 tövsiyəm olacaq Allah Taala'nın izni ilə. Lakin o 3 tövsiyə keçməzdən öncə bir balaca müqəddimə olaraq Qədir gecəsi haqqında danışacağım. Birincisi, Rasulullah sallallahu aleyhi ve sellem Qədir gecəsinin çox önəmli olduğunu bir neçə hədisdə bildirmişdir. Onlardan birincisi, Allah Taala'nın bu gecə çox sayda insanların günahlarını bağışlaması və onları cənnətə daxil etməsi, cənnət əhli etməsi olmuşdur. Hədislərin bəzilərində gəlmişdir, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Qədir gecəsi yer üzünə o qədər mələklər gələr ki, Allahın rəhmətini gətirərlər, Allahın bərəkətini gətirərlər. Yer üzündəki mələklərin sayı, qardaşlar, yer üzündəki mələklərin sayı yer kürəsindəki qumlar qədər olar. Yer kürəsində nə qədər qumların sayı varsa, enən mələklərin sayı da o qədər olar. Mələklər niyə gələr yer üzünə? Xeyr üçün gələrlər, bərəkət üçün gələrlər, Allahın salih qullarını qorumaq üçün gələrlər. Hamımızın bərəkətə, xeyrə, bağışlanmağa çox ehtiyacımız var. Ailəmizdə, ailələrimizdə huzurun olmağına çox ehtiyacımız var. Qazandığımız ruzilərin bərəkətli olmağına çox ehtiyacımız var. Canımızda bərəkətin olmağına çox ehtiyacımız var. Və ehtiyacımızın sayı bəlkə də yoxdur, hərənin bir cür ehtiyacı var. Lakin bu gecələrdə Allah Taala'nın izni ilə bu xeyirdən, bərəkətdən pay almaq ehtimalımız Allahın izni ilə çoxdur. Peyğəmbər sallallahu aleyhi ve sellem bu ayə nazil olduqdan sonra İnna enzelnahu fi leyletil qadr və ma edrake ma leyletul qadr leyletul qadri xayrun min elfi şehr. Biz Quran-ı Kərimi Qədir gecəsi nazil etdik. Bilirsiniz, Peyğəmbər sallallahu aleyhi ve sellemə ilk ayə İqra bismi rabbikellezi xalaq, səni yaradan Rabbin adıyla oxu ayəsi Peyğəmbər s.ə.v mağarada olarkən Məkkədə Qədir gecəsində nazil olmuşdur ilk dəfə. Quran-ı Kərimin emmə gecəsi nə gecəsidir? Qədir gecəsi. Qədir gecəsində də qardaşlar, elm əhli deyir, niyə Qadir gecəsi sayılır? Yəni, Qadir nə deməkdir? Qədir nə deməkdir? Yəni, bizdə qaf hərfin deməkdir, problemdə qadir deyirik biz. Amma normalda Azərbaycan dilində q deyirlər, qədir deyirlər. Elm əhli deyir, bu iki qədir deməyin iki mənası var. Birincisi, şərəf mənasındadır. Yəni, Qədir gecəsi dəndə şərəfli gecə nəzərdə tutulur. Qadir qiymat sözündən götürülür. İkincisi də, həmin gecəsi bir il ərzində dünyada nələr baş verəsidir, o gecəsi o yazılır və yer üzünə göndərilir. Yəni, insanların qədəri başına gələsilər nə varsa, o gecə Allahın əmri ilə yerə göndərilir. Bir il ərzində o yazılan şeylər həyatda icra olunur, tətbiq olunur. Allah Teala Quran-ı Kərimdə buyurur ki, ey Muhammed, sən nə bilirsən, yəni Qədir gecəsinin nə qədər böyük və əzəmətli olduğunu? O, 1000 aydan daha xeyirlidir. Qədir gecəsi, qardaşlar, 1000 aydan daha xeyirlidir. 1000 ay təxmini nə qədər eləyir? 83 il, 4 ay. Yəni, sən Qədir gecəsi 2 rəkət sünnət qılsan, 83 il, 4 ay müddətincə, sən bu qədər il müddətincə sünnət namazı qılmış kimi savab qazanırsan.
Qədir gecəsində bir lari sədəqə verərsənsə, zəkat verərsənsə, 83 il 4 ay boyunca hər gün o qədər miqdarda pul sədəqə vermiş, zəkat vermiş kimi savab qazanarsan. Etdiyin dua, oxuduğun Quran, etdiyin bütün yaxşılıqların hamısı 83 il 4 aya bədəldir, əgər bu etdiyin Qədir gecəsinə təsadüf olarsa. O qədər şərəfli gecədir ki, bəlkə də burada heç birimizin 83 yaş yaşamağa qarantimiz yoxdur. Sabah kimin başına nə gələcək, Allahdan başqa kimsə bilmir. Ona görə nə xoş o qulun halına ki, Qədir gecələrində elə gözəl əməl eləyə ki, hətta 83 yaşı yaşamasa belə o boyda yaşamış kimi o savab əməli davamlı edərək savabını qazana, savabını əldə elə. Nə xoş o adamın halına. Ona görə Rasulullah sallallahu aleyhi və səlləm və sahabələri bu gecənin fəzilətini itirməmək üçün ilk öncə İslamın əvvəlində Ramazanın ilk 10 günündə axtardılar bunu. Hava axtarırlardı Ramazanın ilk 10 günü. Sonra Allah Teala Peyğəmbər sallallahu aleyhi və səlləmə bir ipucu verir. Xəbər verir ki, Qədir gecəsi Ramazanın ilk 10 günündə deyil. Peyğəmbər sallallahu aleyhi və səlləm növbəti ildə nə zaman axtardı? Ramazanın ilk orta 10 günündə. Sonra Allah Teala təkrar ipucu verir Peyğəmbər sallallahu aleyhi və səlləmə. Deyir ki, Qədir gecəsi Ramazanın son 10 günündədir. Ayşə radiyallahu anhə deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm o gündən sonra ta ölənə kimi, vəfat eləyənə kimi hər il Ramazanın axırıncı 10 günü olanda yatağını götürərdi, məscidə gələrdi. Ramazanın son 10 gününü məsciddə etikaf eləyərdi, hətta o Qədir gecəsinə çatsın deyə. Və Peyğəmbər s.ə.v Ayşə radiyallahu anhə davam eləyir. Vəfat eləyəndən sonra deyir, o sünnəni Peyğəmbər s.ə.v həyat yoldaşları davam etdirdi. Yəni, bu davamlı şəkildə Peyğəmbər s.ə.v ailəsində əməl olunan, tətbiq olunan önəmli məsələlərdən biri idi. Əgər kimsə, qardaşlar, olar da ki, axırıncı 10 gününü gəlib məsciddə keçirə bilmərsə, ən azından tək gecələri qaçırmamalıdır. Çünki bəzi rivayətlərdə gəlir ki, Peyğəmbər s.ə.v buyurur ki, Qədir gecələrini Ramazanın son 10 gününün tək gecələrində axtarın. Fəltəmisuhə ləfsi keçir. Fəltəmisuhə nədir? Axtarın deməkdir. Gəzin, tapın deməkdir. Ramazanın tək gecələrində. Allah Taala'nın muvaffaqiyyəti ilə Ramazana çatmamızın özü bir böyük bir nemət idi. Elhamdülillah. Oruç tutmağa muvaffaq olmaq böyük bir nemət idi. Elhamdülillah. Və axırıncı 10 günlə çatmamız da ayrı bir nemət idi, qardaşlar. Elhamdülillah. Hələ bəzi tək gecələrini də keçirməmiz də yenə üstəlik bir nemətdir. Elhamdülillah. 21-ci gecəsini keçdi, 23-cü gecəsi keçdi. Bugün isə Allah Taala'nın izni ilə 25-ci gecədir. Acaba bugün Qədir gecəsi ola bilərmi? Bəli, ola bilər. Bunun qabağını heç nə ola bilmir. Sabah da ola bilərmi? Ola bilər. 27-də ola bilərmi? Ola bilər. Sahabələrin dönəminə baxsaq, tək gecələrinin hamısında Qədir gecələri aşkar olunmuşdur. Ən çox Qədir gecələrinin 27-ci gecəyə təsadüf olduğu ən çox görünən vaqialardandır. Ondan sonra 25-ci gecəsi, sonra 29-cu gecəsi, sonra 23-cü və 25-ci, 21-ci gecələri. Ümumiyyətlə qardaşlar, Allahın lütfü və fəziləti böyükdür. Əməllər niyyətə bağlıdır. İnsan nə qədər xeyir əməl etmək istəsə, adamın içindən gəlsə, Allah ona o yolu asanlaşdırır. Adam nəyi düşünürsə bu həyatda, adam nə olmaq istəyirsə, adam kim olmaq istəyirsə, Allah Teala adamı ora aparır, adamı o eləyir. Bu şeyi unutma. Bugün siz nəyin peşindəsinizsə, nəyin arxası ilə gedirsinizsə, Allah sizi ondan bir hissə eləyir. Və qiyamət gündə siz, biz, hamımız öz seçimimizdən hesaba çəkiləcək, onun hesabını verəcək. Siz təsəvvür eləyin. Bir adam ürəyindən keçirirsə ki, bu adam siqaret çəkmək istəyir, siqaret çəkən olmaq istəyir və yaxud da içkiçən olmaq istəyir və yaxud da oğru olmaq istəyir, oğurluq eləmək istəyir, banditlik eləmək istəyir. Bu adam bunun peşində olduğu sürəcə sabah onlardan biri olacaq. Bir adam isə
dürüst olmaq istəyir, bunun üçün çaba göstərir, Allah onu ən dürüst insan eləyəcək. Bir insan məscid əhli olmaq istəyir, Allah onu məscid əhli eləyəcək. Bir insanın içindən keçir ki, mən həccə gedəydim, ümriyə gedəydim, Kəbəyə gedəydim, vallahi onu doğru istədinsə Allah Teala səni oraya da aparacaq. Əsas odur ki, istəyirsən yaxşı, istəyirsən pis, nəyi arzulamırsam Allah Teala səni ona çatdırır. Və qiyamət gündə ya onun mükafatını verir, ya da onun cəzasını sən çəkirsən. Əziz qardaşlar, bu mübarək gecədir, elhamdülillah, Allah həmd olsun. Allah sənələr olsun ki, bizi 25-ci gecəsində çatdırdı. Dünyada minlərlə, yüz minlərlə insanlar Ramazana çata bilmədi. Yüz minlərlə insanlar, qardaşlar, keçən Ramazanda var idi, bu il yoxdular, həyatda deyirlər. Allaha qovuşublar, Allahın dərgahındadılar, əməlləri ilə xəlvətdədirlər. Minlərlə insan dünyada Ramazanın əvvəli var idi. Amma bugün Ramazanın sonuna çata bilmədi. Əmin olun, dünyada minlərlə insan, bəlkə də 10 minlərlə insanlar, bax bugün 25-ci gecəsində sağdılar, namaz qılacaqlar, ibadət eləyəcəklər və bayrama çata bilməyəcəklər. Bu da Allahın bir təqdiridir. Hər gün yüzlərlə, minlərlə, 10 minlərlə insanlar dünyadan köçür. Hər gün bu sayda daha çox, daha az nisbətən insanlar bu dünyaya təkrar gəlirlər. Bu həyatın bir ömrü var. Bir insanın ömrü olan kimi bu həyatın da, bu dünyanın da bir ömrü var. Necə ki insan burada yaşadığı, dünyada gəldi, yaşayır, onu doldurur, köçür, gedir. Baxın, bu kütləvi, bu evrənin də, bu dünyanın da bir yaşı var. Allah Teala bir gün bu dünyanın yaşını da tamamlayacaq. Dünyada heç bir canlı insan həyatda qala bilibmi bu zamana kimi son 200 ilin içində? Xeyr, nə də qala bilməyəcək. Varlısan, vəzifəlisən, pullusan, köməyi yoxdur. Allah Teala Quran-ı Kərimdə buyurur, kullu nəfsin zəiqatul mevt. Hər bir canlının bir sonu var. Hər bir canlı ölümü dadacaqdır. Heç kimsə qalıcı deyil. Əfə immittə fəhumul xalidun. Əgər sən öləcəksənsə ey Muhammed, onlar həyatda qalacaqlarını mı sanırlar? Kimsə qalıcı deyil, qardaşlar. Hər kəs buradan doğulur, buranı yürüyür, yolun sonunda mütləq ölür. Və dünyanın ömrü də bir insanın ömrü kimidir. Bir gündə dünyanın sonu gələcək, axır mənşər olacaq, qiyamət olacaq. Sonra ya insanlar cənnətə, ya da cəhənnəmə. Baxın, insanlar inansa da, inanmasa da bu dünyada, inansalar da, inanmasalar da Allaha qovuşacaqlar, qəbir həyatını görəcəklər, təkrar dirildəcəklər, məhşər meydanında hesaba çəkəcəklər, ya cənnətə girəcəklər, ya cəhənnəmə. Bunu inanan da görəcək, qardaşlar, inanmayan da görəcək Allah Taala'nın bu ədalətini, hesabı, o dünyanı və s. kimi. Zaten bu dünyada özünü partladanlar, özünü cıranlar, kibirlənənlər, göylə gəzənlər, Allahın varlığını inkar etməyə çalışanlar zaten ölüm anında Allah'a iman eləyəcəklər. Çünkü ölən insanın hamısı onun canlı alan mələyi gözü ilə görür. Bugün mələklərlə bizim aramızda bir pərdə var. Allah gözümüzə izin vermir o mələkləri görməyə. Ölüm anında Allah o pərdəni qaldıracaq. İnsan öz gözü ilə onun canını alan mələyi görəcək. Mələyi gördükdən sonra da Allah'a da inanacaq, Peyğəmbərə də o dünyada zaten getdiyini artıq görəcək. Ruhu qalxarkən göyə yerdəki insanların onu necə tərk elədiyini bunu görəcək. Amma dönüş şansı olmayacaq. Necə ki bir imanlı insan istəsə də istəməsə də Allah'a qovuşacaq, eləcə də istəyirsən istə, istəyirsən istəmə, bu dünyada da yenə qalıcı deyilsən. Sonuç hariyədir qardaşlar? İnnə ileynə iyəbəhum, thumma innə aleynə hisabəhum. Hamısının dönüşü bizədir, sonra onları biz hesaba çəkəcəyik. Çalışın, bu keçici bir körpünün üstündə olarkən dünyada həmişəlik qalacağınızı düşünməyin. Gənclərsiniz çoxunuz. Deməyin ki, hələ mənim vaxtım var, zamanım var. Ölümün nə zaman gələcəyi bəlli deyil. Ömər ibn Xattab radiyallahu anhunun dönəmində bir uşaq məscidə qaça-qaça gedir. Balaca uşaq qaça-qaça gedir. Ömər ibn Xattab radiyallahu anh təəccüblənir ki, niyə tələsirsən məscidə getməyə? Axı sana namaz vacib deyil. Sənin 6 yaşın var, sənin 5 yaşın var. Bu yaşda niyə tələsirsən? Deyir, cəmaat namazını
cemaat namazını ötürməmək üçün, cemaat namazına çatmam üçün, birdən cemaat namazı qıllar, gedib qabaq səhvdə durmaq istəyirəm. Deyir, bu savabı əldə etmək üçün nə acələ, niyə tələsirsən axı? Deyir, yox, elə deyil, elə deyil. Dünən mənim dostum deyir, öldü. Dünən mənim dostum öldü. Yəni, o bu əməlləri elə bilmədi. İnanç belə şeydir, qardaşlar. İnsan ahirətə inandıqdan sonra, Allaha inandıqdan sonra və ölümün yaş olmadığı inandıqdan sonra Allaha insan günah eləmə utanmır. Çünki sabah bir gün biz gedəndə, Allahın qabağında hesab verəndə utanacaq. Utanacaq, qardaşlar. Heç bir şeyimiz olmayacaq ki, zaten. Hansı insan aparıb basıranda mallı, pullu, qızıllı, telefonlu, pullarını qavra qoyduğunu görmüşsünüz. Heç bir şey. Hətta kəfən alanda belə ucuzlu kəfən alırlar ki, elə də çürüyəcək, buna niyə artıq pul veririk? Sən bədəninlə lüt şəkildə qavra qoyulursan. Heç kimsə sənin həyatında qalmır, nə malında, nə mülkündə. Heç bir şey həyatında sənin qalmır. O tək qoyulacaq günü insan düşündüyü zaman bu dünyanın gözündə gerçəkdən qiymatı qalmır. Hər şey müvəqqəti olduğunu görür. Hər şeyin müvəqqəti olduğunu görür. Uzaqda da deyil, 1 kilometrdə bizim qəbir sandıq. 1 kilometrdədir. Gedin, baxın, o insanlar bir gün kəndimizin əhli olar idi. Kənddə onlar yaşayırdı, onlar deyib gülürdü, onlar qəhqəhə çəkib gülürlərdi. Onlar açıq süfrələrin üstə yeyib içirlərdi. Heç bir gün orada olacaqlarını düşünmürlərdi. Sabah bir gün hamımızın gedəcəyimiz də oradır. Bu şeydən qaçış yoxdur ki. Onun üçün belə gecələri biz dəyərləndirməmiz lazımdır. Şeytan bizi belə yerlərə gəlməyə qoymur. Şeytan deyir, yayındır, bugün duzdur, sabah xastır, bugün optavoy gündür, sabah bu gündür, sabah bu gündür. Və bu şey insan doymaz. Bu dünyadan sən doymayacaqsan. Bax, adamlar var, bir çadır arzulayır. Əlini qaldırır, Allah'a yalvarır ki, ya Rabbi, mən körpünün altında yatıram. Ma bir çadır nəsib elə başıma yağış yağmasın. Allah adama çadır verəndə, əlhamdülillah deməzdən qabaq, birinci girən günü deyir ki, ma bir otaqlı öy ver. Çadır ma yetmir. Allah insana öy verəndə bir otaqlı öy. Anında 2 otaqlı istəyir, 3 otaqlı istəyir, 5 otaqlı istəyir. Bir öyün olanda ikincisini istəyirsən. Gözünüzü açın, pulu görməyib pul görən insanların həyatına baxın. Yəni, düşünməzdi ki, bir gün bu mülkün sahibi olacaq. Belə insanların həyatına baxın, görün dayanırlar mı? Dayanmırlar. Daha çoxunu istəyirlər, daha çoxunu istəyirlər. İbn Teymiyyə rahmehullah deyir ki, bu dünya dəniz suyu kimidir. Susuzluğunu gedirtmək üçün nə qədər içsən, o boyda su sayırsan. Bu da doymaq yoxdur. Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, Adəm övladına, bir insana bir dərə dolusu qızıl versən, onun ikincisini arzulayar. İkincisini versən, üçüncüsünü arzulayar. Adəm övladının gözünü torpaq doyduracaq, bir rivayətdə də torpaq ancaq dolduracaq deyir Peyğəmbər sallallahu aleyhi ve sellem. Ona görə qardaşlar, bu dünyada yaşayırıq elhamdülillah. Yaşayaq, halal ruzi qazanaq, ailəmizi saxlayaq. Yəni, kasıbların yanında duraq, dəstək verək. Bu şeylərdə qadağan yoxdur. Qadağan odur ki, bir insan mala pula o qədər tapa ki, hətta bu mübarək gecələri belə umursamaya. Gələ gözəl günlərdən istifadə eləməyə çalışmaya, Ramazanda özünü islah eləməyə çalışmaya, taravih qılmağa çalışmaya, nə bilim, dərslərə qatılmağa çalışmaya, özünü islah eləməyə çalışmaya. Bax, bu insanlardadır problem. Amma bir insan zəngin olur, varlı olur, amma Allahdan qorxur, ibadətlərini yerinə yetirir, zəkatını verir, həccinə gedir, ümrəsinə gedir, məscidə gəlir, elmdə oturur. Allah belə adamlara hər zaman daha qat-qatını versin deyə dua edirik biz qardaşlar. Sadəcə və sadəcə biz çalışmalıyıq. Bizi gözəl əməllərdən şeytan yayındırmamalıdır. O 3 şeyi də danışmağa da vaxtımız qalmadı. Onu yəqin ki, daha sonra danışacaq. Allah eşitib aydınlardan etsin. Və sallallahu aleyhi ve sellem və bərik alə nəbiyyə Muhammed.